Belə bir suala baxırıq. Heç bir üçü bir düz xətt üzərində olmayan 9 nöqtədən neçə müxtəlif düz xətt keçirmək olar? Deməli, bu tipdə sualları necə işləmək lazımdır? Yəni, heç bir üçü bir düz xətt üzərində deyil. Onda neçə deyil müxtəlif düz xətt. Bizə düz xətt keçirmək lazımdır. Biz düz xətti çəkmək üçün neçə dənə nöqtədən istifadə etməliyik? Təbii ki, 2 dənə nöqtədən istifadə etməliyik. 1, 2, yəni bir düz xətti çəkmək üçün bizə 2 dənə nöqtə lazımdır. Çünki üçü bir düz xətt üzərində olmayan deyir. Onda kombinizon 9-dan 2-yə. Bu üsulla yaza bilərsiniz. Bunu hesablayanda eləyir 9 faktorial bölünsün 2 faktorial vurulsun 9 çıxaq 2 faktorial. 9 faktorial 2 faktorial 9-dan da 2-sini çıxanda 7 faktorial. Burada 9'larla 7 ixtisar gedir. Yuxarıda 8 vur 9 qalır. 2 faktorial özü də 1 vur 2 deməkdir. İxtisar gedir. 4 dəfə 9, 36. Yəni bu misalın cavabı 36'dır. Bəziləriniz bunu kombinizon keçməmiş hesablamaq istəyirsiniz. Yəni kombinizon bilirsiniz ki, aşağı siniflərdə yoxdur. Onda necə istifadə edə bilərsiniz? Onda da başqa bir üsuldan istifadə edə bilərsiniz. Bax belə ki, bax tutaq ki, 9 dənə nöqtədir. Məsələn, 9 dənə nöqtəni qeyd eləsək, 1, 2, 3, 5, 6, 7, 8, 9 dənə nöqtə qeyd elədim. Tutaq ki, məsələn, nöqtələrdən biri. Məsələn, bu nöqtəni götürürəm. Mən bu nöqtədən baxaq görək neçə dənə düz xətt çəkə bilərəm. 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, 6 dənə, 7 dənə, 8 dənə. Deməli, 9 dənə nöqtədən özündən başqasını, yəni bir vahid azını çəkə bilərik də. Çünki özünə qayıtsa, o artıq salmayacaq. Eyni düz xəttdir çünki. Deməli, özündən bir vahid az, yəni 9 vurulsun. 9 çıxaq 1 bölünsün 2. Düsturundan istifadə edə bilərsiniz. Burada da 9 vurulsun. 9'dan birini çıxanda 8 böl 2. İxtisar gedir 4. 4 dəfə 9, 36. Hər iki halda biz 36 cavabını almış olarıq. Yəni hər iki üsulla bu tipdə misalları həll edə bilərsiniz.